Çəkildir qıraqda. Nə özünə heç nə eləmə, nə də heç bir şey danışma eləmə. Sadəcə çəkildir qıraqda, qayda qanunla bu işi həll eləyək. Mən kart qoyuram, polisdən sual vermişim, mən kart qoyuram, qanunsuzluq eləyirəm, deyir yox. Mən reklamlara gedirəm, bir uşağıma pul qazanmağa gedirəm, mən nəsə səhv hərəkət eləyirəm, deyir o sənin şəxsiyyətindir. Siqaret çəkmişəm, nəsə bir qanunsuzluq eləmişəm. Deyir ki, içkidir. Mən bilirsiniz ki, Ocaq restoranında işləmişəm, pubda, zakuska yerini reklam eləmişəm. Yadınızdadır, mən canlı açırdım, əlimdə zakuskalarla reklam eləyirdim. Qızlar, yadınızdadır da. Yəni, o mənim işimdir də, mən orada zakuskanı reklam eləyirəm. Orada video çəkiliş üçün mən pivəni içmişəm. Belə real həyatda da içmişəm, danmıram, eləmişəm, içmişəm. Amma o qanunsuzluqdur. Kim deyə bilər ki, pivə içməyə cərimədir və yaxud da pivə içmək belə deyilədir. Hamı, 10 nəfərdən 5 nəfəri hamısı da pivə də içir, hər şey də içir. Mən ona görə eləməmişəm isə, sadəcə çox üstümə şey elədilər, mən uşağıma görə elədim. Mənim uşağımın şəklini ekrana qoyub, mənim uşağımı söylürlər. Başa düşdünüz? Qaldı ki, Naz restoranı, mən orada bilmirəm qabağımıza çıxıb yoxsa yox. Yadınızda canlı açdım, çay içirdim. Mən ora nəyə getmişdim? Bir dənə elə belə sual verirəm. Həmən gün videoya baxanlara, canlıya baxanlara, mən ora nəyə getmişdim? Əlinizi qoyun vicdanınıza, deyin ki, Aylin Naz restoranına niyə gedib? Orada mən nəyi reklam eləmişəm? Çay seti, düzdür. Çay setinin də yanında qəlyan olur. Yəni, artıq əskik neynəmişəm? Soyunub gedib oturmamışam orada. Normal saçım belə vəziyyətdə, makyajsız açız gedib oturmamışam. Yəni, mən bu günlərim deyirəm ki, mən elədiyim heç nəyə çıxıb burada demirəm ki, mən belə şey eləmişəm. Bəli, siqaret də çəkmişəm, pivə də içmişəm. Amma mən özüm işləyən vaxtı eləmişəm. Mən Ocaq restoranında işləyəndə, zakuskaları reklam eləyəndə canlı açırdım. Bu şeylərin hamısı canlıda olur. O şəkil var ha, o şəkili promoy videosunu paylaşıblar. Restoranın səhifəsi öz səhifəsində qoyub. Mən onun müqabilində oradan 20 manat maaş almışam. Hər gündə 20 manat maaş alırdım. Qaldı ki, salam Pasifik baxım, necəsən, neyinirsən? Qaldı ki, indi bir məsələni də deyim. Bugünkü gündə tək kart qoyan mən deyiləm. Düzdür. Düzdür qızlar, tək kart qoyan mən deyiləm də. Çox adam var. Ehtiyacı olan da qoyur, olmayan da qoyur. Hərənin öz izləyicisi var. Hərənin öz dəstəkçisi var. Hərənin öz ruzusu var. Və mən qoyuram kartı məsəl üçün, hə? Kim burada indi mənə 1 manat atdı? Sən o 1 manat atana cibinə atviç atsan. Atviç atsan onun cibinə. Bir də tutalım mənə 1 manat gəldi. Sən ona deyə bilərsən, niyə Aylin atırsan? Sənə deyəcək, öz pulumda özüm bilərəm. Kimə atıram, kimə dəstək oluram. Atviç atdılar. Pasifik baxır. Valla Allah'ın dostuz. Açıq danışaq da. Kimsə mənə reklama çağırır ki, gəl Aylin, mənim yerimi reklam elə, 100 manat pul verəcəm sənə. Keçən dəfə yığıblar Naz restoranına, deyirlər ki, onu ora reklama çağırmışsınız, sizi şəklinizi qoyacam, sizi söyəcəm, belə eləyəcəm. Yəni, bu düz hərəkətdir. Yox, bu düz hərəkətdir. Mən reklama getmişəm. Yaxşı, kartı gözünüzə girir, bildik. Mən reklama getmişəm. Restoran mənə reklama çağırıb. Deyir ki, gəl mənə obyektimi, qəlyanımı reklam elə, sənə 100 manat pul verirəm. Mən getmişəm, eləmişəm, 100 manat qazancım olur. Ona niyə bəs şey eləyirlər ki? Bu salona gəlirəm də, reklama gəlirəm. Götürüb salona zəng eləyirlər ki, niyə gəlib ora? Siz düzgün hərəkət deyil bu hərəkət. Əlinizi qoyun vicdanınıza, danışın. Mən pul müqabilində, mən buradan qazandığım pulu, salondan qazandığım pulu və yaxud da bir obyektdən qazandığım pulu, mən onunla özümə ev qurmuram, maşın qurmuram. Mən uşağıma xərcləyirəm. Uşağım gündəlik yemək yeyir, nəysə istəyir, əyni var, başı var.
Uşağım bir də xəstədir hal-hazırda, xəstələnib. Birazdan gedib dəyəcəm yanına. Heç də demirəm. Hər kim ki mənim yollarımı kəsir, imkan vermir ki, mən uşağımı böyüdüm, boya başa çatdırım. Nə yolla olur olsun, mən uşağıma baxıram da. Mənim ki yollarımı kəsirəm, qabağıma ki daş atıraq. Allah onu bildiyi kimi eləsin. Tək bir adam deyil ha, çox adam var mənim yollarıma daş qoyan. Ki mən pul qazana bilməyim, hər yerdən əlim ayağım üzülsün. Allah bildiyi kimi eləsin. Mən bunları eləməklə siz heç də əldə eləmirsiniz. Əksinə daha da çox qazanıram. Bilirsiniz niyə? Sizin acığınıza. Sizin acığınıza. Bax, bugünkü günü mən istəmədim evdə oturmaq. Əslində mən bu birazdan sistem götürülməli idi. Mən dedim, mən sistem götürməyəcəm, mən gedəcəm işimə. Allah'ın olsun, dedim, mən sistem götürməyəcəm. Yəni oturmayacam da evdə. Mən bu sözü burada deyirəm, mən evdə oturan deyiləm. Çıxın şəklimi qoyun, hər gün söyün. Hər gün nə deyirsiniz deyin. Mən balamın pulunu qazanacam, mən qızımı böyüdəcəm. Nə istəyir alacam, yedizdirəcəm, çizdirəcəm, gəzdirəcəm. Nəyini, hansı yola əl atırsınız, nə qoyursunuz qoyun. Vecimə də deyil. Mən bu həyata bir dəfə gəlmişəm. Mən bu həyata bir dəfə gəlmişəm. Mənim uşağımın balacalığı bir də olmayacaq, körpəliyi bir də olmayacaq. Başa-düşdünüz? Kim nədir, özü nədir? Bəyənmirsiniz məni, xoşunuz gəlmir. Xahiş edirəm, izləməyin məni. Mən kiməsə görə yaşamıram. Mən sizin sözünüzlə yaşamıram. Bəli, Sakoya yemək aparmışam. Çünki Sako mənim pis günümdə kömək eləyib. Çünki Sako mənim dar günümdə, pis günümdə mənə dəstək yığıb. Və mən də ona öz payıma düşəni, öz bacardığımı eləmişim. Halal xoş olsun. 1000 halal xoş olsun. Sako olmasaydı, başqa insan olsaydı ona da eləyəcəkdi. Özümü sındıran deyiləm. Özümü sındıran deyiləm. Heç kəsin burada pis sözlərinə fikir verən deyiləm. İstəyirsiniz burada nə yazırsınız, yazın. Mənə maraqlı deyil. Bir dənə sizə söz deyim. Bir dənə onu öyrəndim ki, biz yəni ayılanda, balnisada həkimin bir dənə sözünü eşitdim. Dedi, qızım, biraz orta yaşlıydı. Dedi, sən balan var, sən tək deyilsən ki, sən istədiyi eləyəsən. Yəni, özünə nəysə eləyəsən, sən balan var. Ağlıbı dedi, yığ başıva, get balanı saxla. Kim nə deyir sənə, boş ver. Mənə sual verirlər ki, niyə belə eləmişsən? Dedim, belədən, yəni hərə şəklimi qoyurlar, uşağımı qoyurlar, söylə. Dedi, eləmə, Allaha tapşır. Dedi, Allah gör onun cəzasını necə verəcək. Ondan sonra oturdum, fikirləşdim ki, elə Pərvanə xalada, Səadətdə, mərdi. Sən heç kəsə dedi, fikir vermə. Çünki bizim millətin hamısını şamil eləmirəm. Xasiyyət söhbəti var da. Biri bir damcı ayağa qalxsın, çox yox, bir damcı. Onu yıxacaqlar. Onu qəpiksiz qoymaq üçün, onu çörəksiz qoymaq üçün, onu süründürəcəklər ki, o ayağa qalxmasın. Ayağa qalxdım, vuracaqlar. Ayağa qalxdım, vuracaqlar. Başımı qaldırdım, vuracaqlar. Ona görə də yıxılma, elə olan acığına qalx. Və hamı bu sözü dedi ki, boş ver. Boş ver, get qabağa, get reklamlara, get işlə, get pul qazan. Bugün cavansan, 23 yaşın var. Bunların sözünə qulaq asıb 35-40 yaşına çatanda nə eləyəsən? İndən cavansan, özünə gün ağla. Get mağazinlərə, get paltar yerlərə, get salonlara, get ora, get bura.
Bəli, 23 yaşım var, 2003-cü ilə. Bizim millət yıxılanı baltalayandır. Amma bəzi gözəl xanımlar var, mən deyə bilmərəm. Məni həqiqətən ayağa qaldırıblar. Mən onlara hamısına təşəkkür edirəm. Həmişə də onlara duacıyam. Var olsun mənə dəstək olan insanlar, mən kirayədə qalanda, xırdalanda uşağımla, evimə gələn insanlar, bazarlıq gətirən, kartıma kömək eləyən, uşağımın ad gününə kömək eləyən. Yəni, hər birisi var olsun. Mən deyə bilmərəm, hamı məni baltalayıb, yox, məni ayağa qaldıranlar da olub. Zaten siz burada nə yazırsınız yazın. Nə yazırsınız yazın. Mənə baxıb, elə xanımlar var ki, mənə dəstək olanlar da deyir, sizə niyə buna dəstək olursunuz? Elə xanımlar var ki, mənə baxırlar, öz keçmişlərini yada salırlar. Allah, bir xanım dəstəkçim var idi, adını deməyəcəm. Otururdu, həmişə danışırdıq telefonda da. Mən deyirdi ki, sənə baxıram, elə bilirəm ki, öz keçmişimdir. Tək uşaq, körpə uşaq, yaşım az. Bugünkü gündə deyir, mən qalxmışam ayağa, sənə baxıram və sənə ona görə kömək edirəm ki, sənə baxıram, öz keçmişimi görürəm. O qədər xanımlar var ki, mənim kimi həyatları olub, günü bu günü hər şəraiti qurublar özlərinə və dəstəkçidirlər hal-hazırda, hamıya da dəstək olurlar. Mənə də dəstək olanlar o insanlardır. Yəni, mən elə bu canlı yayında 1100 nəfərin içində elə 500 nəfər qız var ki, yarısı təkənarda, uşaqları ilə acda qalıblar, suzda qalıblar, çətin vəziyyətə düşüblər. Amma günü bugün ayağa qalxıblar və mənə baxırlar, deyirlər ki, vaxt var idi, bizdə də belə vəziyyət olub da, əl tutmaq əlidən qalıb. Mən həmişə belə olmayacam ki, bilmək olmaz. Heç vaxt elə bilməyin ki, kimsə yıxılıbsa, həmişə yıxılıb qalacaq. Yox, o ayağa qalxacaq. Çətin günün ömrü az olub. 1 il olar, 2 il olar çətinlikdə olaraq. Birdən elə bir Allaha qurban olun, birdən elə bir qapı açar ki, mən gəlib kiməsə dəstək olaram, mən gələrəm TikTokda kiməsə hədiyyələr ataram, pullar ataram, Allah'ın olsun. Elə gün olar ki, mənim olar, mən eləyərəm. Sən eləmərsən, niyə? Mənə dəstək, sən nə bilirsən? Heç nəyi sən görməmsən. Mənə hədiyyələr gəlirdi bir ara xırdalanda qalanda. Allah'ın olsun, mən onun yarısını o qədər olub ki, bəlkə bilmirəm, girib görmürsünüz. Yayınlarda xəstə uşaqlar, tək analar, o qədər gəlsinlər, yazsınlar ki, özləri gəlib yazsın ki, ailəm mənim canlıma hədiyyə atıb, kartıma pul atıb. Adlarını da deyərəm, prosto demirəm. O qədər olub, Allah eləmişəm. Çöldə getdiyim yerdə görmüşəm. Uşaq da, ana da oturub yerdə. Bura naqd eləmişəm. Mən ocaq restoranında işləyirdim. Mən orada belə bir təşkilat qurdum ki, çöldən uşaqları gətirək, onlara süfrə açaq. O videoda hələ də ocağın səhifəsində durur. Mən onlara 70 manatlıq süfrə açdım. 2 günümün maaşı eləyir. 30 manat alırdım da, başda 2 günümün maaşıdır. Mən 2 günümün maaşını yığmışdım, 70 manat pulum var. Mən ocaq restoranda onlara süfrə açdım, yarpaq dolmasına hər şeyi dizdirdim onlara. Çöldən tapdığım uşaqlar idi xırdalanlar. Videoda hal-hazırda da qalır səhifədə. Bəli, mən öz ürəyimdən bir özüm bilirəm, bir Allahım bilir. Qurban olduğum Allah, ruzunu verən Allahdır. Ruzunu verən Allahdır. Pis söz yazan insanlar, pis əxlaqsız yazan insanlar, hər kəs öz evinin tərbiyəsini göstərir.
evlərində nə söz eşidirlərsə, nə sözlər eşidirlərsə, onları yazırlar. Salam, necəsiz? Seyva xanım, nə edirsiniz? Amma sizə bir dənə söz deyim qızlar, mən məscidə getdim. Bilmirəm niyə, çox rahatlıq gəldi mənə. Təsəvvür edin ki, mən ən axırıncı məscidə 2 il bundan qabaq getmişdim də. O qədər rahatçılıq gəldi mənə, ürəyim o qədər rahatdır. Elə bilirəm su kimiyəm, rahatlanmışam da, elə bilirəm su kimiyəm. Niyə elə olur? Getmişdim məscidə Seva. İki il bundan qabaq getmişdim bircə dəfə uşağın üzü səfəndə. Orada içəridə elə gözəl xalalar var idi, elə gözəl analar var idi, əhliyə gecəsi. Mən ağladım, canlımı bağladım, qızlar. Bunlar hamısı mənə yaxınlaşdılar. Bax, buranın yanımda oturdular. Çay verdilər, su verdilər, sasika verdilər, yumurta verdilər. Səhər saat 6-ya kimi orada, 6-ya kimi elə bir... Onlar deyəsən oruç tuturdular. Oruç tutanda imsak elədilər. Sasika verdilər, yumurta verdilər mənə, çay verdilər. Oturdular, dedilər ki, nə olub, dərdin nədir, niyə belə ağlayırsan? Dedim, bəs belə danışdım dərdim onlara. Dini yolla məni o qədər başa saldılar, o qədər başa saldılar. Allah orada məsciddə oturan analardan, xalalardan razı olsun ki, məni hər tərəfli başa saldılar. Amma mən oradan çıxandan sonra yenə bir şey elədim. Padruqam, yanımda qız var idi axı. Allah yanımdakı qızdan da razı olsun. Minnətdarım ona. Yaxşı ki, o var idi. Skoru, balnisa, həkimlər o qədər dərdimə elə yanaşdılar ki, Allah'ın olsun. Polislərimiz. Gözümü qaldırıb açanda gördüm polislər var başımın üstündə. O qədər rahatlıq tapdım. Dərdimi onlara dedim. Dərdimi onlara dedim belə. Dedilər, sən bunu eləməklə səhv eləmsən, birinci gələrdin şikayət ərizə yazardın, biz həll eləyərdik. Nə bilim qızlar, Allah hamının köməyi olsun. Mən gəlmişəm bura Yasamalda, keçən dəfəki salona. Keçən dəfəki salondayam. Buranın kollektivi, o qədər gözəl kollektivi var. Gəlmişəm bura, seansım var, Salyari seansım. İstəyirsiniz sizə Salyaridən danışım. Deməli, burada bütün xidmətlər var, içəridə də fitness zalı var. Hal-hazırda kampaniyadır. 50 dəqiqə 25 manat. Rose Beauty, bəli. Tanıyırsınız deyəsən, olmusunuz burada. Qızlar, çox arıqlanmışam stresdən. Ayaqlarımı görsəz çubuğa dönüb ayaqlarım. İnşallah özümə gələcəm. Kökələcəm yenə. Bir ara kökəlmişdim, yenə arıqlamışam. Amma o qədər peşmanam. Həyatda qızımdan başqa, ana olmaqdan başqa hər şeyə peşmanam. Qızımdan başqa, yəni ana olmaqdan başqa, necəsən, neynirsən, ana olmaqdan başqa həyatımda nə baş veribsə, hamısından peşmanam. İnanmaq, güvənmək, kimisə sevmək, kiməsə bağlanmaq, yalanlara inanmaq, şantaj olunmaqlar, o qədər heç kəsin heç nəyi deyə bilmirdim. Şantaj oluna qalmışdım, şantajla yaşayırdım. Hər anım, hər dəqiqəm stres, əsəb.
Axır ki, hər şeydən qurtuldum. İndi özümü elə rahat hiss eləyirəm, elə rahat hiss eləyirəm. Quş kimi belə qanadım olsa uçaram da, yəni. Bir dənə arzum odur ki, mənə bunu yaşadanlar, məni özümə ziyan verməyimi yaşadanlar, mənə bunu eləyənlər cəzasız qalmasın. Cəzalansın. Həm Allah tərəfindən, həm dövlət tərəfindən. İnsan, deyirsiniz, necə elədin? İnsan, bax, sənin balavın şəklini qoyurlar, sənin balavı söyürlər. Sənin balavın şəklini qoyub, balava nələr deyirlər. Mən bilsən hansı sözə görə o şey elədim. O Limontik qayıtdı, dedi ki, uşağımın şəklini arxaya qoydu, dedi ki, biraz deyir, 1-2 ildən sonra özüm gəlib qızımı belə eləyəcəm, açıq-aşkar. Telefonu söndürdüm, getdim məscidə. Ondan da sonra belə oldu. Yəni, mən elə bir ki, sənin balava bu sözü deyirlər, sən əlin ona çatmır. Başa düşdün? Sən balavı qoruya bilmirsən də, yəni. Elə bir sənin balava bu sözü deyir, əlindən heç nə gəlmir, neyniyərsən? Yox, sual veririm, neyniyərsiniz? Oturub xaricdə balavın şəklini qoyub söylürlər. Ki, niyə dəstək olursunuz buna? Niyə reklama çağırırsınız? O kimdir ki, onun sözünə siz orada fitva verirsiniz? Anası ilə türmədə nə üstə tutulub? Öz doğma, onun anası uşağı doğub zibilə atıb Rusiyada tutulmuşdu, yadınızdadır da. Nömrə oğurluğu. Sonra nə qədər maşennikliklər, sonra nə qədər atanşikliklər. Mən onun tanışı ilə bir yerdə olmuşam. Mən Limontiki bir dəfə, 2 dəfə görmüşəm. Sadəcə, burada söhbət siz nədən gedirdi? Elvin əl çəkmirdi məndən. Və mən ondan ayrılmaq istəyəndə dedim ki, ayrılıram səndən, qutarıram. O Limontika dedi ki, çıx canlat, ailəni belə elə. Yaxşı kişi belə hərəkət eləməz. Sən əgər məni həqiqətən sevib istəsəydin, sən məni Limontika bu hərəkət elətdirməzdin. Və mən səni elədiyim bütün yaxşılıqlar var, elə bil onların hamısının üstündən xət çəkdim. Sən mənə elədiklərimin hamısının üstündən xət çəkdim. Çünki sən mənim balamı söydürdün, sən mənim qızımı söydürdün. Nə olur olsun, sən mənə o qədər başımı oynatmışsan, bir dəfə mən səni pisləməmişəm. Amma sən mənim qızımı söydürməklə, həyə ki, gözümdə var, dağdan düşdün zibilliyə. Dağdan düşdün zibilliyə, yəni. Qaldı ki, renka. Təsəvvür edin ki, geyim reklamına gedirəm, zəng eləyir, ora deyir ki, onu niyə çağırmısınız, iyilənir o. Bir qadına əgər iyilənir deyirsə, deməli, onu nüfuzdan salmaq istəyir. Valla Allah'ın olsun, bu boyda yerlərə gedirəm, bu boyda, nə bilim, özümə baxıram mən iyilənmirəm. Gedir, hər yerə zəng eləyir, hər yerə kommentariya yazır ki, bu qız iyilənir, bu qız iyilənir. Bir ara ləmana eləyirdi, indi mənə keçir. Onun məqsəd odur ki, heç kəs bizi çağırmasın, heç kəs bizi reklama çağırmasın. Və mən haqqımda deyirlər ki, qızlar, mən oğurluq eləmişəm. Limontik deyir. Deməli, mən Almatanın aeroportunda olanda mənə bir kişi yaxınlaşdı ki, salam xanım, sizə 2 dənə naushnik verəcəm. Airpodlar, qarıqqa balaca.
Onu Azərbaycan hava limanına çatanda sizdən götürəcəklər. Bilmirəm, indi sizdə belə bir şey olub, yoxsa yox. İndi qulaq asın. Valla mənə saat zat görməmişəm. Allah şahidimdir deyirəm. Mən indiyə qədər heç kəsdən heç nə oğurlamamışam. Mən limonçiki görməmişəm ki, limonçikdən də saat oğurluyum. Mən ümumiyyətcə limonçiki görməmişəm. Aeroportda mən dayanmışam çamadanımla. Bagajı vururdum çamadanı. Naushnik getdilər ki, bunu aparıb çatdırasın Azərbaycana. Hava limanına. Dedim, yaxşı olar. Qoydum sumkama. Mənə yazdı ki, baxın. Salam Aylin xanım. Baxın, nömrəni də qoyuram, amma qorxmuram heç nədən. Salam Aylin xanım. Naushnikləri sizdən mən götürəcəm Bakıda aeroportda. Sağ-salamat gəlin. Salam, təşəkkürlər, yaxşı. 05:52-də Bakıya çatmışam, mənə vızlatıb. Mən də orada aeroportda qıraqda dayanmışdım. Mənə şəklimi çəkmişdi. Mənə naushnik verən adam selfie çəkmişdi. Vallahi elə özü yaxınlaşdı mənə, dedi ki, mənə verəsiz. Mən də sumkamı açdım, naushnikləri verdim. Yəni balamın canından olsun. Nə mən saat görməmişəm, nə limonçik görməmişəm. Nə də ki, limonçik mənə naushnik zat verməyib. Onu Allah götürməz. Hamı da orada yazır ki, vay vay naushnik oğruyub, vay vay vay. Mənə onu cəmaət verib. Bu naushnik heç limonçik aidiyyatı yoxdur. Mən heç limonçik görməmişəm. Həmən naushnikin yiyəsinə zəng eləmişəm. Nömrə var axı, o naushnikləri mənə verəndə. Həmən bu WhatsApp nömrəsi var axı. Zəng eləmişəm, deyirəm ki, qardaş, mən yadınızdadır, sizdə filan ayda naushnik vermişdiniz, gətirdim, çatdırdım Bakıya. Deyir, hə, nə olub? Deyirəm, bəs limonçik adında bir uşaq indi canlatır, deyir ki, biz ona naushniklər vermişik, oğurluyub. Deyir, limonçik kimdir? Deyirəm, o uşaq var, bu limon satan. Deyir, hə, burada onu görmüşəm Almatıda. Deyirəm ki, yəni mən Elvinə demişdim bu söhbəti ki, Elvin mənə naushnik veriblər, aparırım Azərbaycana çatdıracam. Elvin qayıdıb limonçikə deyir ki, gör indi bunlar hərəkətinə baxın. Çıx denən ki, Aylinə biz naushnik vermişik, Aylin də naushniki oğruyub. Yəni orada bilib-bilmədən mənim haqqıma girirsiniz. Onlar canlı açanda yazırsınız ki, vay vay oğrudur o qız, nə bilim nədir, belədir, elədir. Baxın da, baxın. İndi haqqa girməklə nə əldə eləyirsiniz ki? Bax. Bax, naushniki verən adam budur mənə. Bəli, internetim yoxdur. Deyir, şeyi keçmirsən, samalyota keçmirsən, deyirəm, hə, keçmişəm. Samalyot gözləyirəm. Sağ-salamat, çox sağ olun, səs atıb. Çatanda da yazmışam salam, səhər tezdən. Yəni, naushniki mənə bunlar verib, bunlar mənə göndərib. Mən də yiyəsinə çatdırmışam Bakıda. Elə aeroporta çatan kimi götürüblər mənim əlimdən. Deyir, saat oğruyub. Mən səni harada görmüşəm ki, saat oğruyum? Sənin heç bir saatın var. Bir saatımın şəklini göstər görək, bir sənin saatın var. Adam oğraş olmaz. Bu əsl oğraş hərəkətidir. Başa düşsən, ona görə orucluq ayında Allah səni tikə-tikə eləyər. Tikə-tikə olarsan sən. Mən səni harada görmüşəm ki, sən mənə nəysə vermişsən, nəyisə götürmüşəm. Hə də, Nata, düzdür. Məni sındırmaqdan ötəri hər söz deyirlər. Deyirlər ki, mən narkomanam. Limonçik o gündən canlısı deyir ki, narkomandır, narkomandır. Mənə dünənlərim valla... Adi mənim uşağımın atası mənə o sözü deyəndə, bilmirəm, baxırdısa o vaxt mənim canlılarıma ya yox. Mən özüm canlılaşdım, dedim ki, boy momenti gəlib mənə aparsınlar.
Elə bu dəqiqə gəlib salondan da kim istəyir gəlsin aparsın mən analizə. Mən elədiyimi deyirəm, siqaret çəkmişəm, içki içmişəm, amma o şeyi eləməmişəm. Alnım açıqdır. Açıq olmasa deyərəm ki, yox, hə, eləmişəm. Mən nə isə eləyəndə deyirəm ki, hə, eləmişəm. Mən danmıram nə isə. Məndə o şey yoxdur, yalandan durum deyim, yox, çəkməmişəm, yox, eləməmişəm. Bəli, siqaret çəkmişəm, içki içmişəm, amma o limonçikin dediyini eləməmişəm. Yalandan deyir ki, mən qumar oynayıram. Mən qumar oynayıram. Deyir, Aylin qumar reklam eləyir canlıda. Bu boyda hər gün girirsiniz canlıya, hər gün canlı açan adamam. Bir dəfə eşitmişsiniz, mən qumar reklam eləyim. Yox, qumar harada reklam eləmişəm? Bir kayd var, bir səsim var ki, mən qumar reklam eləyəm. Qumarı mən eləməmişəm. Qumarın reklamını elədilər, tutuldular bir neçə dənə bloger. Mən eləməmişəm. Nə yaxşı siqaret tərcih edə bilmirəm. Aparata keçdim ona görə. İşləyir deyəsə olabilir. Ay Allah, sən hamının ürəyinə görə ver. Kim kimin haqqına girir, kim kimə şər atır, böhtan atır. Atdığı şər öz başına düşsün, atdığı böhtan öz başına düşsün. Bir dənə səhifə deyirdi. Telefonunuz yoxdur. Burada işləyirsiniz də. Bir dənə telefonunuzda TikTokda bir dənə videonuzu göstərə bilərəm. Olar bir dənə. Gözlüyünü göstərirəm. Bir dənə o restorandan şey var, onu göstərə bilərəm. TikTok'a girmək lazımdır. Hə, çox sağ olun. Gözlüyünü göstərirəm sizə. Bu mənəm. Bu mənim işim olub. Mən burada işləmişəm. Tamam, odanın dəyərli müştərilər demək istəyən bölümləri yeri pivə məsələn yeri təklif edirəm. Deyirsiniz ki, pul yığırsan, yeyirsən, içirsən. Mən burada işləmişəm. Mən restoranda işləmişəm. Haqqıma az girir. Mən orada ofisant işləmişəm. Reklam eləyirəm, baba, reklam eləyirəm. Eşidirsiniz, setdən danışıram. Pivə seti reklam eləyirəm. Ay cəmaət. Gör bu ayın neçəsi olur? 2025, 8-17-si. Gəllər.
ki, az şərəfim mənə. Az şərəf. Baxın. Bizim evimiz şuraya kafamı Arifdir. Bəsdir. Çox sağ ol. Yəni bunu deyirəm, danışıram, yayını bağlayıram. Gördünüz indi mən harada işləmişəm. Mən niyə zakuska yemişəm, niyə pivə içmişəm. Mən onu reklam eləmişəm. Onun müqabilində pul qazanmışam. Birinci göstərdiyim pubdur, pubda işləyirdim. İkinci göstərdiyim də restoran idi, ailəvi. Gördünüz indi. İndi bugünkü gündə oradakı videolardan skrin eləyirlər. Qoyurlar ki, ailəm yeyib içir. Bir il bundan qabaq işləyirdim mən. Utanmıram mən orada işləməyimdən. Pul qazanmışam. Kimsə mənə burada ayıb yazır, özü bilər. Sigareti də reklam edirdim. Çəkmişəm, yaxşı eləmişəm. Sənin ziyarbə çəkməmişəm. Mən əsəbləşmişəm. Çəkir. Qız, hansıdır? Budur. Dəyələşirlər. Gəlsinlər, baxsın, görsən olurdu. Ayrım, lazer kimə verir? Müsalə xanım.
Otağında set tutulur. Set tutulur otağında. Yaxşı tutulur. Belə tutulur. Yaxşı tutulur. Tuturamı qırıq-qırıq olur. Tutulur oralardan. Megabayt da çoxdur. Megabayt mı var? Dur megabayt. İnternet Yok hem megabayt mı var? Hansı aparatdandır? Aleksandrik. Aleksandr. O kızın telefonu ilə çəkəkdə çəkilişi. Kızın telefonu iPhone-dur. Hə. Onun telefonu ilə çəkəyim mən canlıda. Telefon ver də video çəkir. Mən kim özüm kimlə çəksin? Baxın. Fərq edək. Sizindir bu. Sizindir bu. Atıb. Yeni lazer ustasıdır. Düzəlmədi.